O zaman ben 3,5 GB çekti az önce. Baxın uşaqlar, deməli burada tutaq ki yazılıb. AB xətt parçasının frontal izi ilə CD xətt parçasının horizontal izinin arasında olan məsafəni Tapın. ölçün ya tapın. Deməli, baxırsınız, AB xətt parçasının frontal izi nə deməkdir? Burada görürsünüz, AB özü X-a perpendikulardır. Deməli, bax, bu elə frontal izdir. Ona görə qeyd edirsən ki, bax, bu V üst-üstə gəlir V2 ilə, yəni bax bu nöqtə. V1 isə X-in üstündədir. Deməli, frontal izi biz tapdıq. V1, V2. İndi keçirik CD-nin. CD xətt parçasının horizontal izi. Deməli, yadınızda qalsın. Horizontal izi tapmaq üçün biz frontal proyeksiyasını həmişə uzadırıq X oxuna qədər. Uzatdıq. Sonra kəsişmə nöqtəsindən endirdik perpendikuları. Və o biri proyeksiyanı uzadırıq perpendikularla kəsişənə qədər. Bax, bu oldu bizdə horizontal iz. Bu oldu H, üst-üstə gəlir H1-dən, H2-dən, X-in üstündə. Deməli, yadınızda qalsın, izlərin həmişə bir proyeksiyası X-in üstündədir. V-nin proyeksiyası V1, X-in üstündədir, H-ın H2. Deməli, frontal izi və horizontal izi biz tapdıq. İndi bunların arasında olan məsafəni tapmaq lazımdır. Bunun üçün də biz nə edirik? Biz elə bir məsafə nə deməkdir? Deməli, düz xəttdə birləşdiririk. İki nöqtəni, V nöqtəsini və H nöqtəsini birləşdiririk. Bunun üçün V2-ni H2 ilə birləşdirdik. Hani sinirli yok hala. Yazmıyordu. Evde yanına çıktık, getirmedim bir şeyleri. Ondan soruşuyoruz. İlk soruşamız da. Deməli, V2 ilə H2-ni birləşdirdik. V1 ilə H1-i birləşdirdik. Bundan sonra bax, bu hissələrə heç fikir vermə. Sizdə ancaq H və xətt parçası var. Və bu xətt parçasının əsl boyunu tapmaq lazımdır. Yadınızda da biz nə edirdik? Keçirdirdik, yox. Bir dənə perpendikular qeyd edirdik ki, burada 90. 90 dərəcədir. Sonra bunun üstündə, bu perpendikuların üstündə başlayırdıq. Baxın, bu elə bir delta Z məsafəni qeyd edirik ki, bax bu delta Z'dir bizdə. Bax bu məsafəni ölçürük bu perpendikuların üzərində və alınan nöqtəni qeyd edirik ki, bu delta Z'dir və alınan nöqtəni birləşdiririk V1 ilə. Bu oldu. Ölçüsü. Bu iki izin arasında məsafə və yenə də deyirəm, bax bu qədər elə söz, bu 9 baldır. Nəyə görə? 1 bal nəyə görə? Mütləq yazmaq lazımdır. H və xətt parçası bərabərdir. Bax bunu ölçürsüz, bax ki 3 cm 8 mm oldu. 38, yəni ki milimetrlə. Siz bunun Neçə çıxmışsa? yazdınız. Neçə çıxmışsa onu yazılır. Nə qədər çıxdı, xəttkeşlə ölçürsüz və yazırsınız. Milimetr yazmırsınız. Yəni ki, ölçü vahidi heç vaxt yazılmır. Ancaq ölçüsü. Deməli, AB xətt parçasının frontal izi ilə CD xətt parçasının horizontal izinin arasında olan məsafə oldu 38 mm. Başa düşdünüz? Ama masafan o. Süper. Bu kesim var mı?